bizim insanlar düşünür ki, bunlar həyat gedir də. Deyək ki, məktəbi qurtardıq, böyük nailiyyətdir də, imtahan verdik, tapata. Sonra bizə bir indi növbətçi gəlir. Növbəti nədir? İmtahan verdin, universitetə girdin. Wow, universitetə girdin, birinci kurs imtahanı. 2 ay mərhələ keçdin, superdir. 32 mərhələ keçib bu universitet qurtarana kimi. Ondan sonra magistratura bir də baxır ki, ortada bir şey yoxdur da. Yəni bitirəndən sonra ən azından sənin gətirib o Zevsin oturduğu dağın adı nə idi? Olimp. Olimpin zirvəsinə gedib çıxsaydın bütün universitet bitirənlər, ya da ən azından qırmızı diplom alanlar deyərdin ki, hə də buna görə dəyərdi. Sən gəlmirsən axıra, sən elə bilirsən ki, biz elə bilirdik ki, mən indi də görəm insanlar elə bilir ki, bu sonda nəsə bir dənə belə qırmızı qutu gəlir. O qutunu açırsan, ki ona doğru hamı gedir. Qutularım indi elə ki, cəhənnəm olun verirsə, get həyatadır, hə. Sən də 17 yaşında kimsə orada sədrəydən deyək ki, Çindən mal vurur, o qazanan raya da 5000. Orada həyatın qurur, sən də burada olmuşsan professional yürüyüz və universitet qutardın, bacarığın da yoxdur. Yadında heç nə qalmayıb. Mənə həyat göstərdi ki, ümumiyyətlə bu bir çox insanların təcrübəsi bunu deyir ki, bir bacarıqdan, bir mərhələdən sonra sən pul qazanmırsansa, həvəsində düşür, özünə inamın deyir. 21-22 yaşında özünə inamı itirmiş minlərlə küt gənc yetişir. Amma ilk kənardan ağıllı görürsən hətta təbii ki. Və belə. Yana görə əlbəttə ki, ağıllı eləmir. Azərbaycanda əksinə axmaq eləyir, küt eləyir.